gördük Ustad dərsinin əziz və daimi tamaşaçıları. Bugünkü verilişimizin qonaqları doğma, qədim Naxçıvanımızdan təşrif buyurublar və mən onları böyük məmnuniyyətlə təqdim etmək istəyirəm. Buta ansamblının bədii rəhbəri, prezident mükafatçısı, Naxçıvan Xanəndəlik Məktəbinin davamçısı Əbülfəz Məmmədov Ustad dərsinin qonağıdır. Əbülfəz müəllim, xoş gəlmişsiniz verilişimizə. Mən təşəkkürümü bildirirəm. Siz bizim dəvətimizi qəbul etdiniz. Çünki bilirəm ki, Naxçıvan mədəni mühitində sizin ansamblın yeri misilsizdir. Düzdür, Naxçıvanda ayrı-ayrı musiqi ansamblları da var. Əlbəttə ki, onların fəaliyyətini də danmaq olmaz. Amma Buta xüsusi bir yer tutur və Butanı xüsusi edəndə onun üzvləridir, sizsiz. Buna görə sizə dərin təşəkkürümü bildirirəm və icazə versəydiniz, mən ansamblın digər üzvlərini də təqdim edim tamaşaçılarımıza. Bizim dəyərli tarix ifaçımız Atabəy Qurbanov, kamança ifaçımız Mahir Quliyev və nağara ifaçımız Əyyub Məmmədov da bugün verilişimizin qonaqlarıdırlar. Siz də xoş gəlmişsiniz və əlbəttə ki, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solistlərini ürəkdən salamlayıram. Namiq Vəliyev, Məcid Hüseynov bugün Ustad dərsinə xüsusi rəng qatacaqlar. Uşaqlar, xoş gəlmişsiniz. Əbülfəz müəllimin əziz tələbələridir. Hə, Əbülfəz müəllim? Çox sağ olun. İlk öncə sizə öz minnətdarlığımı bildirirəm, Pərvanə xanım. Bizə bu gözəl Ustad dərsi verilişinizə dəvət etmişsiniz. Biz də bu verilişə sevə-sevə gəlmişik və inşallah tamaşaçıların da düşünürəm ki, marağına səbəb olar bizim buradakı musiqi nömrələrimiz, Naxçıvan mədəni mühiti haqqında olan söhbətlərimiz, Naxçıvan Xanəndəlik Məktəbi haqqında danışacağımız, verəcəyimiz məlumatlar. Düşünürəm ki, maraqlı olacaq. Əbülfəz müəllim, sizə niyə belə deyirlər Naxçıvan Xanəndəlik Məktəbinin davamçısı? Bu Xanəndəlik Məktəbinin hansı kökləri var? Azərbaycanın bir muğamı var, Azərbaycan muğamı. Yəni, bölgələrə ayırmaq düzgün deyil. Amma Naxçıvanda muğam tədrisindən mən danışmaq istəyirəm. Yəni, ilk olaraq Naxçıvanda muğam tədrisi, eyni zamanda Naxçıvan musiqisinin inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Yəni, onu mütləq qeyd eləmək lazımdır. 1975-ci ildə Ulu Öndərin təşəbbüsü ilə Naxçıvanda Orta İxtisas Musiqi Məktəbi yaranır. Hal-hazırda Musiqi Kolleci adı ilə fəaliyyətini davam elətdirir həmən məktəb. Deməli, o zamanlar Naxçıvanda bəzi musiqiçilər, məsələn, yoxdur, deyək ki, elə ixtisaslar vardı ki, kadr qıtlığı idi. Eyni zamanda xanəndəlik ixtisasında da belədir. Yəni, düzdür, səs olubdur, amma belə deyək də, yəni pedaqoq kimi fəaliyyət göstərən bir müəllim olmayıbdır. Ona görə də Allah ona rəhmət eləsin, Dilqən Məhərrəmov adlı bir xanəndə, o da Nərman Əliyevin tələbəsi olmuşdu, bizim dəyərli ustadımızın. Bilirsiniz də, Nərman Əliyev də Seyid Şünüski məktəbinin davamçısıdır. Beləliklə, Dilqən Məhərrəmov 1975-ci ildə Naxçıvanda Xanəndəlik məktəbinin əsasını qoyur. Və o dövrdən bu dövrə bir çox xanəndələr yetişir, o cümlədən mənim müəllimlərim də, Allah rəhmət eləsin, Qurban Qasımov, Azərbaycan Respublikasının əməkdar artisti, Hünər Əliyev bizim dəyərli ustadımız, mənim müəllimim, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti, Vahid Quliyev, Zülfüqar Mahmudov, yəni çoxdur xanəndələr. Onlar da o məktəbin davamçıları oldular və hal-hazırda mənlə davam edir bu məktəb. Estafeti sizə ötürürlər. Və mənim üçün böyük şərəfdir. Mən onu qeyd edeyim ki, Naxçıvanda 28 musiqi məktəbi fəaliyyət göstərir. Hətta ucqar kəndlərdə də bir də bizim musiqi məktəblərimiz var. Hər bir musiqi məktəbində xanəndəlik sinifi var. Məzid də bizim ucqar kəndimiz olan Bənəniyar, Sulfa rayonunun Bənəniyar kənd Uşaq Musiqi Məktəbinin şagirdi olub, məzunu olubdur oranın. Müəllimi də Yulət müəllim olubdur. Namiq Vəliyev isə mənim şagirdimdir, bəli. Yəni, Naxçıvanın özündədir. Bəli, bilirsiniz, bizim konsertimiz oldu bu yaxınlardan. Naxçıvan Dövlət Uşaq Filarmoniyasının, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının əməkdaşlığı çərçivəsində belə bir konserti oldu. Və o konsertə görə biz 2 şagird gətirmişik, amma bu, yəni, burada görsənədir. Biz şagirdlər çoxdur və istedadlı şagirdləri istəyirik ki, yəni, Bakı, Naxçıvan mədəni əlaqələri qurulsun və biz gələk burada tədbirlərdə, televiziyalarda çıxış eləyək. Mütləq, mütləq. Bənəniyardan Naxçıvanın mərkəzinə qədər, şəhərin özünə qədər Məcidin səsi gəlib çatdı. Yəni, o ucqar dağ kəndi deyirsiniz. O kəndlərdəki uşaqları necə kəşf eləyirsiniz? Məsələn, onlar necə Naxçıvan Uşaq Filarmoniyasına seçilirlər? Bilirsiniz, filarmoniyanın əsas məqsədi odur ki, yəni istedadlı uşaqların bir yerə cəm olması və səhnə fəaliyyətlərinin artırılmasıdır.
Filarmoniyada təkcə xanəndələr deyil. Yəni orada ansambl var, rəqs var. Biz məktəbləri gəzirik. Orada müsabiqələr olur, o müsabiqələrə cəlb olunur uşaqlar. Oradan seçim edirik və onları biz seçərək uşaq filarmoniyasına cəlb edirik. Nə gözəl. Yəni bu ənənə qalıb, Bəli, istedadların axtarışına çıxırsınız. Bəlkə ifa eləsinlər, hə, Əbülfəz müəllim? Yaxşı olar İfa məncə. eləsinlər, biz onları daha yaxından tanıyaq. Buyurun. Duygularım dilə gəlir yenə, ey insanlar qulaq asın mənə. Duygularım dilə gəlir yenə, ey insanlar qulaq asın mənə. Bir könüldə bir can olar, daha da mehriban olar. Mehriban qayğıkeş bir insan olar, mehriban qayğıkeş bir insan olar. Mehriban olar, mehriban olar, mehriban olar, mehriban olar. Təmiz eşqi məhəbbəti tutar, deyək ürəkdən güzəldən uzaq. Təmiz eşqi məhəbbəti tutar, deyək ürəkdən güzəldən uzaq. Bir könüldə bir can olar, daha da mehriban olar. Mehriban qayğıkeş bir insan olar, mehriban qayğıkeş bir insan olar. Mehriban olar, mehriban olar, mehriban olar, mehriban olar. Ay aman, ay aman, ay aman, aman, ay aman, aman. Yar, can, mehriban olar. Mən sizə alqışlamaq istəyirəm uşaqlar. Çox sağ olun. Təşəkkürümü bildirirəm. Əbülfəz müəllim, canlı ifadə, efirin həyəcanı üstə gəl. Təşəkkürümü bildirirəm sizə. Çox sağ olun, Çox Pərvan. belə həyəcanla baxırdınız. Çox sağ olun. Elə narahat baxışlarla baxırdınız. Niyə? Uşağın hər bir ifası müəllimin üzərinə düşən böyük bir məsuliyyəti əks etdirir. Yəni onlar ola bilər, qırıxarlar, yəni biz hər hansı bir səhvlik eləyə bilərlər. Ona görə də həyəcan, onlardan çox mən həyəcanlı oluram. Mən çox istəyərdim ki, Əbülfəz müəllim, siz öz müəllimlik metodunuzdan danışasınız. Az yaşlı uşaqlarla işləmək o qədər də asan deyil. Sizin üçün ən önəmli məsələlər nədən ibarətdir? Bu uşaqlara necə yanaşmaq lazımdır? Çünki mən bilirəm ki, uşaqların arzuları da böyüyür. Onlar nəinki gələcəkdə Naxçıvanda, eyni zamanda paytaxtda tanınmaq istəyirlər. Paytaxtdan da çıxıb dünyanın ayrı-ayrı ölkələrində tanınmaq istəyirlər. Niyə də yox? İstedadlıdırlar axı. Yəni, bilirsiniz, xanəndəlik sənəti öz sənətim olduğu üçün demirəm. Doğrudan da çətin sənətdir. Səslə yanaşı sözə, şeiriyyata, qəzəliyyata diqqət eləməlisən. Yəni, vəhdət təşkil edir. Səslə sözün vəhdəti təşkil olunmalıdır xanəndələrdə. Sözsüz ki, uşaqlarla işləmək çox çətindir. Həqiqətən də çox çətindir. Yəni, hər bir, deyək ki, xırdalıq, hər bir boğaz, hər bir nəfəs, hamısı incəliklərlə uşağa çatdırılmalıdır ki, elə olur ki, məsələn, biz
hər hansı bir muğamda o xırdalığı həftələrlə onun üzərində çalışırıq ki, yerinə düşsün. Bilirsiniz, zəncürələrin enişli, yoxuşlu, boğazda ona qaynatmalar deyirlər, xırdalıqlar deyirlər. Yəni bunlar hissə-hissə işlənir. İlk olaraq tədrisdə, yəni xalq mahnılarından biz başlayırıq, belə desək, birinci sinifdə. Onun da məqsədi odur ki, uşağın səsi melodiyaya yatsın, yəni formalaşsın. Orada nəfəs almalar, diksiyası uşağın formalaşsın. Artıq ikinci sinifdən biz kiçik həcmli muğamlara müraciət edirik. Deyək ki, Bayat-Kürt, Şahnaz muğamı, Qatar muğamı və 5-ci sinifə qədər xalq mahnılarına yanaşı, eyni zamanda bəstəkar mahnıları, aşıq mahnıları və bunlarla yanaşı ritmik muğamlar və muğamlar tədris olunur. Naxçıvanda muğam sənətinə marağı necə dəyərləndirirsiniz? O folklordan gələn ənənələr necə qorunub saxlanılır? Naxçıvan mədəni mühitində həmişə yəni insanlar muğama, aşıq sənətinə, folklora maraq göstəriblər. Bizim də el kəndliklərimizdə düzdür, çox olmasa da artıq bu qlobal bir hal alıbdır. Bayağı mahnıların meydana daxil olması, bilirsiniz, bizim əsl o Azərbaycan musiqisini sıradan çıxartma təhlükəsi ilə üz-üzə qalması həmişə yəni bu mahnılar olub. O dövrlərdə ara mahnıları deyirdilər. İndi də bayağı mahnılar var. Amma bizim o qanımızda muğam nə qədər ki var, Azərbaycan xalqı nə qədər ki yaşayır, onu heç kim silə bilməz. Eyni zamanda Naxçıvanda da biz el şənliklərinə bəli dəvət alırıq. Hətta biz şagirdlərlə də el şənliklərinə getmişik və yüksək maraqla, diqqətlə bizi qarşılayıblar. Siz mahnılar dediniz. Mənim yadıma Hüsnü Qubadovun ifaları düşdü. Allah rəhmət eləsin. Yəni biz onu daha çox Naxçıvan mahnısı ilə tanıyırıq. Amma Hüsnü Qubadovun repertuarında o qədər maraqlı nümunələr var ki, yəni təkcə Naxçıvan mahnısı deyil. O Naxçıvandır, Nəqşicahandır, Azərbaycandır. Bu misralar həqiqətən misilsiz misralardır. Yəni Naxçıvanda o folklordan gələn mahnıları necə qoruyursunuz Əbülfəz müəllim? Məsələn, bu yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəşr etdiyi bir antologiyanı oxudum. Naxçıvan folkloru antologiyasıdır. Neçə cilddən ibarətdir. O antologiyada o qədər qədim mahnılar, nümunələr yer alıb ki. Mən bilmək istəyirəm ki, siz öz repertuarınızda belə nümunələri araşdırırsınızmı, yer ayırırsınızmı onlara? Bəli, Naxçıvanda mədəniyyət evləri fəaliyyət göstərir ki, burada üstünlük verilir folklorun yaşadılmasına. Bax, bizim o, deyək ki, dövlət tədbirləri olur, o da icra hakimiyyəti, məsələn, təşkilatçılığı ilə olur, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə olur. Bir neçə dəfə folklor bayramları olur, folklor belə də festivallar olub Naxçıvanda. Hətta Milli Geyimlər Festivalı oldu. Orada bizim milli geyimlərimiz nümayiş olundu. Biz bilirik də Şərur yallısı məşhurdur. Biz bütün tədbirlərimizdə sonluğu yallı ilə yekunlaşdırırıq. Bütün konsertlərdə. Yallı bilirsiniz də birlik deməkdir. Birgəlik. Birgəlik deməkdir. Şərurda bu fəaliyyət göstərir. Hal-hazırda yəni yallı ansamblı var orada. Əkrəm Məmmədlinin adını çəkmək istəyirəm. Yallı yada düşəndə. Əkrəm müəllim həqiqətən böyük sənətkardır. Əkrəm Məmmədli. Həm pedaqoq kimi, tarifatçısı kimi, tarix üçün onun çox böyük əsərləri var. Yallıları nota alıb, Azərbaycan muğamlarını nota alıbdır ki, bugün bizim hətta burada Milli Konservatoriyada da o tədris olunur. Bəli. Əkrəm müəllimin kitabı. Əbülfəz müəllim, bəlkə siz ifa eləyəsiniz. Sizə qulaq asmaq istəyirik. Böyük məmnuniyyətlə. Görək sizin musiqiçi dostlarınız necə müşahidə edəcəklər. Çünki uşaqları müşahidə etməyin bir ayrı çətinliyi var. Biri də var ki, peşəkar xanəndəni müşahidə eləyəsən. Buyurun, nə oxuyacaqsınız? Şur təsnifləri ifa eləyəcəm. Əsən Dadaşovun, Allah rəhmət eləsin, Bir bulağın iki gözü.
perdenin iki sesi biri mənim yar Boşalsın titremesi biri sensen bilemem yar Bir perdenin iki sesi biri Bir perdenin iki sensin biri Ay qəzələ, musiqiyə kim ki həvəskar deyil Qəzələ, muğamata kim ki həvəskar deyil Bütün ömrün yatıb aləmdə bidar deyil Ne bilen Ne bilersen güdefi tarneyin nalesini Ne de o lehni muğamata kırdar değil Əcəb ol şəxsidir ruhində qida musiqidir Əcəb ol şəxsidir ruhində qida musiqidir Nə qəmi qüssəyə nə dərdə giriftar deyil Əcəb ol şəxsidir ruhində qida musiqidir Əcəb ol şəxsidir ruhində qida musiqidir Nə qəmi qüssəyə
Ne derde giriftardır ay day 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 ya day. Ay getirer soğutun gönlün, getirer soğutun gönlün. Dili uşak dile bunu derk etmeyen yardır ol yar değil. Deyiniz Hacı Yasin, deyiniz Hacı Yasin, böyledir adetlerimiz. Koymarıq məzdi səkim, əsli sənətkar deyil. Deyiniz Hacı Yasin, böyledir adetlerimiz. Koymarım məzdi səkim, əsli sənətkar deyil. Aman, 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 aman. Yarın aman, aman, aman. El dele dele yarın. Yazım Atlandım kestim daştan, gel gel ayağıma. Aşkımı uçtu baştan, gel gel ayağıma. Məhəbbət yok mu sende, gel gel ayağıma. Gözüm kurudu yaşlan, gel gel ayağıma. Ateşim var külüm yok, bülbül oldum gülüm yok. Ateşim var külüm yok, bülbül oldum gülüm yok. Ben bu eşke düşeni ağlamaktan gülüm yok. Ben bu eşke düşeni ağlamaktan gülüm yok. Güzellerin güzeli gel gel ayağıma. Sen eşkimin ezeli gel gel ayağıma. Kaşın gözün can alır gel gel ayağıma. Sözleri var mezeli gel gel ayağıma. Ateşim var külüm yok, bülbül oldum gülüm yok. Ateşim var külüm yok, bülbül oldum gülüm yok. Ben bu eşke düşeni ağlamaktan 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 gülüm yok. Teşekkür ederim. Çok sağ olun. Unudulmaz sənətkarımız Hacı Baba Hüseynovun repertuarından olan o məşhur mahnıya görə təşəkkürümü bildirirəm sizə. Qəzəl də Hacı Baba müəllimidir. Bəli. Biz bilirik də Hacı Baba Hüseynov Allah ona rəhmət eləsin. Özü bir məktəb yaratdı da, onun özünün bir dəst xətti, özünün bir yolu oldu. Həm də Qəzəlxan kimi məşhur oldu. Onun 500-dən artıq qəzəlləri
var. Ümumiyyətlə, Əbülfəz müəllim, mən sizin yaradıcılığınızda bilirsiniz nəyi daha çox bəyənirəm. Siz müasir qəzəl ifaçılığına yer ayırırsınız. İndi mən müasir deyəcəm, izləyicilərimiz, tamaşaçılarımız bəlkə də deyəcəklər ki, Hacı Baba Hüseynov ötən əsrdə olub, nəyi müasir oldu. Amma biz çox öyrəşmişik. Məhəmməd Füzulidən oxunur qəzəllər, Seyid Əzimdən qismən oxunur, Əliağa Vahiddən oxunur. Amma Hacı Baba Hüseynovdur, Ələmdar Mahirdir, Hacı Maildir. Sonra bu son illərdə Arif Buzovnalının qəzəllərinə müraciət olunur. Bunlar bilirsiniz, elə də uzaq keçmiş deyil də. Və mən səhv eləmirəmsə, sizin Hacı Aqillə də bir əməkdaşlığınız var. Onun qəzəllərinə də yer ayıracaqsınız, yoxsa artıq yer ayırmısınız? Hacı Aqil Məlikov doğrudan da bugün mən deyərdim ki, Azərbaycan muğamının sütunlarından biridir. Onun da özünün bir dəst xətti var. Bilirsiniz, o da Hacı Baba məktəbinin yetirməsidir, özü də layiqli yetirmələrindən biridir. Əruz vəzninin mən deyərdim ki, bugün düzgün tədrisi, düzgün metodikası Hacı Aqilin adı ilə bağlıdır. Mənim üçün də çox xoş oldu ki, Hacı Aqil, bilirsiniz, yeni kitabı işi ucu görür, Qəzəllər Toplusu adlı kitab və özü şəxsən o kitabı mənə hədiyyə etdi. O qəzəllər hələ təzə mənim əlimdədir, o kitab. Amma mütləq yer ayıracağım öz repertuarımda, o qəzəllərə müraciət edəcəm. Siz tədris zamanı hansı qəzəllərə üstünlük verirsiniz? Bilirsiniz, bizim qəzəlimizin şahı Məhəmməd Füzulidir, bunu hər kəs bilir. Amma onların dili o qədər çətindir ki, yəni ərəb fars sözləri çox olduğuna görə uşaq onları tələffüz etmək həm də anlaşılmır. Bilirsiniz, yəni ifa zamanı xanəndənin özü bir obraz yaradır. O obraz yaratmaq üçün də o mütləq sözə fikir verməlidir ki, orada məntiqi məna nədir? Tamaşaçıya çatdırmaq üçün birinci özü dərk eləməlidir ki, sonra onu tamaşaçıya çatdırsın. Amma Əliağa Vahidin məsələn qəzəllərinə biz müraciət edirik, şagirdlərə ən çox o tədris olunur. Çünki Əliağa Vahidin dili sadədir. Amma özüm də kollejdə də işləyən dövrlər muğamların, belə deyək ki, qəzəllərin dəyişdirilməsində adətən deyək ki, Şahnaz muğamına Əliağa Vahidin hər hansı bir qəzəlini götürürsə, mən o qəzəlləri dəyişdirmişdim. Nə mənada dəyişdirmişdim ki, yəni artıq o əzbər olubdur. Yeni bir qəzəl seçmək. Yeni qəzəl olsun, bəli, o qədər haqlısınız ki. Mən hətta yadımdadır, Zabul muğamına Hacı Baba Hüseynovun qəzəllərindən salmışam. Yəni, ifa eləyirlər bizim tələbələrimiz. Məncə olmalıdır. Elə biz Əliağa Vahidin, Füzulinin, Seyid Əzmin üzərində qala bilmərik. Bəli. Tamamilə razıyam sizlə. Bilirəm ki, əzbərinizdə nə qədər qəzəl var. Qəzəl dəftəriniz də var. Onu da bilirəm, Əbülfəz müəllim. Çünki bütün xanəndələrə xas olan bir keyfiyyətdir. Amma bir məsələ də var. Xanəndələr adətən oxuyanda, ola bilər də hansısa söz yaddan çıxdı. Onda kimə baxırlar? Tarzənə. Bəli. Bizim tarzənlərimiz də çox bilgili insanlardır və Atabəy müəllim də bizim belə dəyərli tarzənlərimizdəndir. Atabəy müəllim, Əbülfəz müəllimə hər zaman qol qanat verirsiniz, elə deyil? Xoş gəlmişsiniz. Çox sağ olun sizə və sizin kollektivə dərin minnətdarlığımı bildirirəm. Əbülfəz müəllimlə biz çox uzun illərdir birlikdə çalışırıq. Ümumiyyətlə bizi yaxınlaşdıran muğamdır. Muğama olan istəyimizdir. Yəni, xalq musiqisinə xidmət edirik, təbii ki, bütün məqsədimiz odur. Bayaq Əbülfəz müəllim Əkrəm müəllimin adını çəkdi. Əkrəm Məmmədovun, bizim dəyərli sənətkarımızın. Çox maraqlıdır ki, Naxçıvanda tar məktəbinin ənənələri necə qorunub saxlanılır? Çox sağ olun. Deməli, Əkrəm müəllim ümumiyyətlə həqiqətən də bizim ustadımızdır. Onun yüksək səviyyədə metodiki fəaliyyəti var. Doğrudan da bizim üçün, ümumiyyətlə Azərbaycan üçün dəyərli müəllimdir. Çox yaxşı istedadlı tarzənlər var orada. Çox istedadlı kamança ifaçıları var, kanon ifaçıları var, qarmon ifaçıları var, ümumilikdə ansambullar var, fəaliyyət göstərirlər. İnşallah qismət olar, yəqin ki, inanıram sizin tərəfdən inşallah işıqlanlar. Bəli, biz çox istəyirik ki, əməkdaşlıq olsun. Bəli, əməkdaşlıq. Yəni, təkcə Naxçıvan deyil, Azərbaycanın ayrı-ayrı bölgələrində o qədər mədəni kollektivlərimiz var, o qədər gözəl musiqiçilərimiz var. Onların cəlb olunması məsələsi, bu çox önəmlidir. Çox sağ olun, Atabəy müəllim. Dərin təşəkkürümü bildirirəm və bilirəm ki, istedadlı insanlar, onların kəşf olunması uşaq yaşlarından başlanmalıdır. Necə ki, Namiqi kəşf eləyiblər. Namiq, xoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirik. Namiq, səni ilk dəfə kim kəşf elədi? Kim dedi ki, belə gözəl səsin var sənin?
evdə oxuyurdum əsasən. Aha. Nənəm gördü ki, yaxşı səsim var və musiqi məktəbinə qoymağa qərar verdi. Əlfəz müəllimin yanına təhsil almağa başladım. Nənənizin adı nədir? Bənövşə. Bənövşə nənə indi baxır sənə. Bəli. Ona çox təşəkkür eləyirəm. Mən buralara qədər çıxartdı, yəni. Çox gözəl. Biz də Bənövşə nənəni öpürük, bağrımıza basırıq. Bilirik ki, o təkcə Namiqin nənəsi deyil, o sinəsi sözlə dolu olan nənələrdəndir, hə? Köhnə mahnıları bilir nənəniz. Məndən qəşəng bilir. Görürsünüz. Bəs sən hansı mahnını qəşəng bilirsən? Sarı bülbül mahnısını çox yaxşı bilirəm. Buyur, eşidək. Görək Namiq Sarı Bülbülü necə oxuyacaq?
Əbülfəz müəllim, çox sağ olun. Namik, siz oxuyursunuz, Əbülfəz müəllimə çox sağ ol deyirik. Sual yarana bilər, niyə? Çünki bu gözəl ifanın bütün xüsusiyyətlərini sizə gözəl izah etdiyi üçün ona çox sağ ol deyirik, eləmi? Sizə də əlbəttə ki, təşəkkür edirəm. Namik oxuduqca, bilirsiniz nə haqqında düşündüm. Bugün muğam sənətində müəllim-tələbə ünsiyyəti çox vacibdir. Yəni, bu əsrlər boyu belə olub. Şifahi şəkildə muğam ötürülüb nəsildən nəsilə və o müəllim-tələbə münasibətini qorumaq da hər zaman önəmlidir. Mən Namiklə bayaq söhbət eləyəndə hiss elədim ki, sizi çox sevir və bu da müəllim üçün çox önəmlidir. Bilirsiniz, müəllim həm də psixoloq olmalıdır. Uşağın o düşdüyü vəziyyətdən çıxartmaq. Ola bilər ki, məsələn, dərs prosesində uşaq gərgin olar, öyrənə bilməz, müəllim dediyini qavraya bilməz, yəni o vəziyyətlə bağlıdır. Onu elə yolla, məsələn, başa salmaq lazımdır ki, muğam bilirsiniz, yəni psixoloq olmaq nəyə görə deyirəm, yəni muğam metodu vacibdir ona görə ki, muğamda bir neçə variantlar var. Ola bilər ki, məsələn, muğamda hansısa xırdalığı müəllim dediyi variantda şagird qəbul eləyə bilmir. Onun sadə variantda başa salırsan. Yəni, belə şeylər olur. Mütləq. Yəni, muğamın çətinliyi də ondan ibarətdir ki, muğam bilirsiniz də, yəni şifahi şəkildə siz qeyd etdiyiniz kimi öyrənilib və öyrədilir. Muğam musiqisi bizim folklorumuzdur da, ağızdan ağıza keçən bir musiqidir. Mən, məsələn, şur oxudum bayaq. İndi başqa bir xanəndə gəlib şur oxusa, sözsüz ki, o da şur muğamı oxuyacaqdır, amma yanaşma tərzi fərqli olacaqdır. Yəni, müəllimlik də elədir ki, yəni uşaqlara o variantları başa salmalıdır. Bax, belə də ola bilər, bu birisi ifadə ola bilər. Amma sözsüz ki, muğamın çərçivəsindən çıxmamaq şərti ilə. Uğurlar arzu edirik və Buta ansamblının təəssübkeşlərindən biri, bu ansamblə ritm qatan, bu ansamblın belə deyim də, hətta mən onu inciməsəniz, əsas simalarından biri adlandırardım. Bizim dəyərli Əyyub müəllimdir. Əyyub müəllim, siz də xoş gəlmişsiniz verilişimizə. Təşəkkür edirəm, minnətdaram. Mən də efir vasitəsilə öz hörmətli müəllimlərimi, böyük sənətkarımız Eşən Qasımov buradan salamlayıram. Bəli. Və eləcə də həmçinin Naxçıvanda ritm ifaçılığının formalaşmasında, nağara sənətinin inkişaf etməsində böyük xidmətlər olan Mustafa müəllimi salamlayıram. Mustafa Məmmədov, deməli, Naxçıvan qala ritm qrupunun bədii rəhbəri. Naxçıvanda ritm sənətinin nağara məktəbinin formalaşmasında Ramiz Nəsirovun böyük xidmətləri olubdur. Allah rəhmət etsin, Pənah usta olubdur. İndi də o ənənəni Mustafa Məmmədov çox uğurlu şəkildə davam etdirir. Mahirin adını burada qeyd etmək istəyərəm. Vüqar var. Bunlar da Mustafa müəllimlə yanaşı Naxçıvanın bütün mədəni tədbirlərində çox yaxşı uğurla çıxış edirlər. Çox yaxşı ifaçıdırlar. Əyyub müəllim, çox sağ olun. Təşəkkürümü bildirirəm sizə və siz danışdıqca Məcid də sizə diqqətlə qulaq asır. Mən elə bilirəm ki, onun da deyəsi sözləri var. Məcid, xoş gəlmişsiniz. Çox sağ ol. Məcid, Bənənyar necə bir yerdir? Gözəl kənddir. Mən Bənənyarda olmamışam heç vaxt. Mən aslında Bənənyarın özündə yox, Çırna kəndindəyim. Çırna kəndində oxuyuram və musiqi təhsilimi Bənənyar kənd tam orta musiqi məktəbində alıram. Müəllimim də Yüylət müəllimdir, İbrahimov Yüylət. Neçə il oxumusunuz? 5 il. 5 il. Gələcəkdə fikriniz var Məcid? Bakıya gəlmək, konservatoriyada davam etdirmək və yaxud musiqi kollecində oxumaq? Bəli, var. Sizi də Namik kimi nənəniz kəşf elədi. Xeyr, babam. Babanız? Nədir babanızın adı? Elə mənim adım da Məcid. Məcid, babanızın adını daşıyırsınız. Ay, bu babalar, nənələr var olsun. Onlar həqiqətən bizim həyatımızda necə gözəl rola malikdirlər. Sizin babanız da sizdən yaxşı bilir mahnıları? Namiqin nənəsi kimi. Elə bilir. Bilir. Bəs siz hansı mahnını yaxşı bilirsiniz? Söz olmasaydı. Söz olmasaydı. Çox gözəl bir təsnifdir eyni zamanda. Buyurun, ifa eləyin, görə necə bilirsiniz? Dağlarda duman gözəldir, qaşların kamanı gözəldir. Dağlarda duman gözəldir, qaşların kamanı gözəldir. Hüsn
başın əyəndə, sənə mən yarım deyəndə, söyüdlər başın əyəndə, sənə mən yarım deyəndə, sanaram dünya mənimdir, əlinə əlim deyəndə, sanaram dünya mənimdir, əlinə əlim deyəndə. Alıbdır ağlımı başdan, kesmək olmaz bu göz qaşdan. Sevirəm, ürəkdən, candan sevirəm. Səni mən yaman sevirəm, ürəkdən, candan sevirəm. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Mənə gəl eylə vəfa yar, aşiqə etmə cəfa yar. Mənə gəl eylə vəfa yar. Çox sağ olun Məcid, təşəkkürümü bildirirəm. Siz ifa etdikcə bizim musiqiçilərimizə belə diqqətlə baxırdınız. Atabəy müəllimə də, Eyüp müəllimə də, Mahir müəllimə xüsusilə baxırdınız. Xoş gəlmisiniz Mahir. Çox sağ olun Pərvanə xanım, salamlayıram sizi. Dəyərli dostlarımı salamlayıram. Məcid maşallah həqiqətən çox istedadlıdır. Hər ikisi də inşallah gələcəkləri uğurlu olacaq. Gələcəkdə hər ikisində inşallah muğam müsabiqəsində görmək nəsib olar Allahın izni ilə. Mən düşünürəm ki, bizim belə sıx əməkdaşlığımız olmalıdır Bakı Naxçıvan musiqiçilərinə, hətta bizim digər bölgədə olan istedadlı musiqiçilərlə də birgə işlərimiz, layihələrimiz olsa, mən düşünürəm ki, bu Azərbaycan musiqisinin inkişafı üçün önəmli bir iş olar. Mən sizə xüsusilə öz minnətdarlığımı bildirirəm. Doğrudan Çox sağ olun. Həqiqətən də yəni bu ustad dərsi verilişi milli musiqimizin birbaşa təbliği ilə bağlı olan bir işdir. Və mən şəxsən qürurlanıram, fəxr edirəm ki, Azərbaycan milli musiqisinin daşıyıcısıyam. Bugün balaca xanəndələrimizin də bura gəlməyi onu göstərir ki, bizim hələ musiqimiz illər keçdikcə yaşayacaq, nə qədər ki bizim xalqımız var. Bu balaca fidanların sayəsində milli musiqimiz bizim vasitəmizdən onlara ötürüləcək və bu ənənə davam eləyəcək. İnşallah. Biz sizə uğurlar arzu edirik. Çox sağ olun. Biz arzu edirik ki, bu əməkdaşlıq daimi olsun. Çünki doğrudan da Azərbaycanın ayrı-ayrı bölgələrində çox istedadlı musiqiçilər var, əziz tamaşaçılar. Mənim yadıma bilirsiniz nə düşdü? Maestro Niyazinin vaxtilə Azərbaycanın ayrı-ayrı bölgələrindən tapıb üzə çıxardığı istedadlı insanlar və bu işdə əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin böyük bir əməyi və təşəbbüsü olmuşdu. Hətta Ulu Öndər Heydər Əliyevin mərhum Xeyransa Məmmədova ilə bir fotosu var. Xeyransa Məmmədova o illərdə kəşf olunmuş istedadlı bir uşaq idi. Bakı kəndlərinin birində oxuyurdu. Nəyə görə bu misalı çəkirəm? Demək ki, istedadlı insanları üzə çıxarmaq lazımdır, onları kəşf etmək lazımdır. Və Azərbaycanın ayrı-ayrı bölgələrində olan bizim dəyərli musiqiçilərimiz üçün hər zaman ustad dərsinin qapıları açıqdır və biz çox istəyirik ki, onları işıqlandıraq. Bugün ilk dəfə olaraq ustad dərsində Naxçıvan musiqi mühiti ilə sizi az da olsa tanış etmək istədik və əlbəttə ki, Buta Naxçıvan ansamblına dərin təşəkkürümüzü bildiririk. Əbülfəz müəllim, uğurlar arzu edirəm. Çox sağ olun və gözəl arzularla verilişimizi yekunlaşdırırıq. Əziz tamaşaçılarımız, növbəti dərslərdə görüşmək arzusuyla sağ olun, salamat qalın.